Bir neçə ay sonra Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. Mayın 17-si 22-sində Birləşmiş Millətlər Təşkilatının Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanda keçiriləcək. Tədbirin ölkəmiz üçün əhəmiyyəti nədir? Sıradakı sujetdə. World Urban Forum 2026 in Baku, Azərbaycan. Azərbaycan dünyada gedən qlobal proseslərə fəal iştirakçı kimi qoşulur. Yaşıl zonaların genişləndirilməsi, ağıllı şəhər yanaşmaları, COP29 çərçivəsində şəhərsalma üzrə yüksək səviyyəli görüşlərin təşkili Azərbaycanın bu sahədə strateji baxışını ortaya qoyur. Cəmi bir neçə ay sonra Azərbaycan şəhərsalma sahəsindəki təcrübəsini dünya ölkələri ilə bölüşəcək. Növbəti ilin 17-22 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi təsadüfi deyil. Tarixlə müasirliyin vəhdətini təşkil edən Bakının memarlıq və şəhərsalma sahəsi ilə bağlı dünyaya deyiləsi çox sözü, çatdıracağı çox mesajı var. 13-cü Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi düşünürəm ki, Azərbaycanın təşkilatçılıq bacarıqlarına növbəti dəfə etimadın göstərilməsidir. Bakının özünün 5000 ildən yuxarı yəni bir tarixi var, sivilizasiyanın burada olması, tarixi ənənələrin burada olması, eyni zamanda çox zəngin memarlıq ənənələrinin olması və onun qorunub saxlanılması düşünürəm ki, dünya birliyi üçün də çox böyük maraq kəsb edir. Tədbir Azərbaycanın işğaldan azad edilən ərazilərindəki quruculuq işləri ilə bağlı məlumatların beynəlxalq auditoriyaya çatdırılması baxımından da müstəsna əhəmiyyət daşıyır. Bu, həm də ölkəyə göstərilən marağın növbəti nümunəsi olacaq. Gözləntilərimiz budur ki, necə ki, iştirakçılar buradan özləri üçün aparmağa kifayət qədər bilik, bacarıqlar qazanacaqlar. Amma eyni zamanda işğaldan azad olmuş ərazilərin də potensialı ilə yaxından tanış olmaq, yerində tanış olmaq kimi bir imkan qazanacaqlar. Və Azərbaycanla əslində bu sahədə də əməkdaşlığın nə qədər səmərəli ola biləcəyini də, yəni ki, həmin o forum çərçivəsində iştirakçılar bir daha dərk edəcəklər. Ümumdünya Şəhərsalma Forumu həm də şəhərlərin dayanıqlı inkişafına vahid yanaşmanın təbliğ edilməsi və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm tədbir hesab olunur. Qeyd edək ki, əvvəlki forumlarda iştirakçıların sayı 20 mindən çox olub. Yeri gəlmişkən, bu tədbir ilk dəfə Cənubi Qafqazda, Azərbaycanda təşkil olunacaq. Ülkər Əliyeva, Samir Gülməmmədov, ATV Xəbər.